Depressiya bir çoxlarının bildiyi kimi sadəcə olaraq əhval-ruhiyyənin azlığı demək deyil. Depressiya böyük bir kompleks psixi problemdir. Depressiya xəstəliklərin beynəlxalq təsnifatı bölümündə 3 əsas səviyyəyə ayrılır. Bunlar yüngül, orta və ağır və əlavə olaraq ağır psixotik simptomlara bərabər olan depressiya növü də var. Yüngül depressiya zamanı psixoterapiya və yaxud da psixoloji məsləhətlər çox yaxşı təsir edir və antidepressant qəbuluna ehtiyac yoxdur. Və hətta bəzi araşdırmalar bunu göstərir ki, antidepressant qəbulu yüngül dərəcəli depressiya zamanı əks təsir göstərə bilər. Amma orta və ağır dərəcəli depressiyalarda, əsas da ağır dərəcəli depressiyalarda mütləq şəkildə antidepressant qəbulu vacibdir. Amma bunlarla bərabər, yəni dərman qəbuluna bərabər psixoterapiya və yaxud da psixoloji məsləhət mütləq şəkildə vacibdir. Çünki sadəcə olaraq dərman qəbulu və yaxud da sadəcə olaraq psixoterapiya əsas da ağır dərəcəli depressiyaları nəzərdə tuturam. İkisindən birinin olmaması tam olaraq böyük bir nəticə almağımıza təsir göstərir. Və bu ikisinin bərabər olması depressiyada böyük bir uğur əldə etməyimizə gətirib çıxardır. Amma bunu isə professional psixoloqlar, psixoterapevtlər və psixiatrın bərabər işləməsi ilə əldə etmək olar. Videonun açıqlama bölməsində depressiyanın əsas və əlavə simptomlarını qeyd edəcəm. Burada əsas və əlavə simptomlar diaqnozun qoyulmağında önəmli rol oynayır. Çünki belə deyək, 3 əsas simptom var ki, bunlardan ikisinin olmağı və digər əlavə 2 simptomun olmağı bu onu göstərir ki, xəstədə hal-hazırda yüngül dərəcəli depressiya var. Və əgər bir xəstədə 2 əsas və digər əlavə simptomlardan 3 və yaxud da 4 əlavə simptom varsa, bu deməkdir ki, artıq xəstədə orta dərəcəli depressiyadır və əgər xəstədə 3 əsas simptomun 3-ü də varsa və əlavə simptomlardan minimum 4 ədəd simptom varsa əlavə simptomlardan, bu deməkdir ki, artıq xəstədə ağır dərəcəli depressiya var. Və əgər xəstə ən az 2 həftə ərzində və günün böyük bir qismində bu simptomları yaşayırsa, artıq belə deyək, müəyyən qədər həyəcan təbili salmaq vaxtıdır və bu deməkdir ki, artıq xəstədə depressiya var. Amma deyək ki, hər hansı bir xəstə sadəcə özünü yorğun hiss edir, hal-əhvalı yaxşı deyil və yaxud da müəyyən qədər motivasiya əksikliyi var və yaxud da günün hər hansısa bir həftə və yaxud da 2 həftə sadəcə olaraq yuxu pozuntusu var. Bu depressiya demək deyil. Bir çox şəxslərdə depressiv hallar, depressiv əhval-ruhiyyə görülə bilir. Bu isə depressiya demək deyil. Depressiya diaqnozu qoymaq üçün ən azı 2 həftə xəstənin müəyyən simptomlara sahib olması lazımdır. Depressiya müalicəsi bu əslində hal-hazırda Azərbaycanda ən böyük problemlərdən biridir. Çünki depressiya müalicəsi fərqli düşüncələrlə, fərqli yanaşmalarla həyata keçirilir. Amma professional şəkildə depressiyanın müalicəsi dediyim kimi psixiatr və psixoloqun bərabər işləməsi ilə aradan qaldırılır. Əgər xəstədə orta və yaxud da ağır dərəcəli depressiya varsa.
və depressiya öz-özünə keçər, heç bir şey olmaz. Sadəcə qohum-əqraba ilə danış, söhbət elə, dostlarınla söhbət elə və yaxud da biraz idman elə keçər deyə depressiya əslində daha da ağırlaşır. Günü-gündən xəstənin vəziyyəti daha da kəskinləşir. Çünki depressiv xəstələrdə nə qədər tez və yaxşı və professional tədbirlər görülürsə, o qədər xəstənin vəziyyəti yaxşılaşmağa başlayır və vaxt itirilməmiş olur. Çünki vaxt itirildikcə depressiv simptomlar daha da ağırlaşmağa başlayır. Çünki depressiya sadəcə hal-əhvalın pisləşməsi demək deyil. Çünki depressiya zamanı beynin fəaliyyəti, beynin verdiyi serotonin hormonu, dopamin hormonu və digər əsas hormonlar azalmağa başlayır və bədəndə kortizol çoxalmağa başlayır ki, bu stres səviyyəsini daha da yüksəldir. Çox güman ki, özünüz də müşahidə eləmişsiniz, depressiv xəstələr çox zaman özünü ələ ala bilmir, kiçik şeylərə belə əsəbləşməyə başlayır. Bilmədən, istəmədən digərlərini də qırmağa başlayır ki, bu da əslində hormonal səviyyədə nə qədər beynin və bədənin nə qədər dəyişdiyini göstərir. Yəni bu sadəcə bugün və yaxud da sabah kədərli olmaq demək deyil. Beyin və bədən öz fəaliyyətini dəyişdirməyə başlayır depressiya zamanı. Çünki bir növ belə deyək, depressiya siqnaldır əslində. Bu siqnal bədənə və beyinə verilir ki, əslində çox şey yolunda deyil, bizim istədiyimiz kimi deyil və yaxud da bizi gözləyən hər hansısa bir təhlükə var. Və əslində bir növ deyərdim ki, depressiya bizi tormozlayan bir sistemdir, bir dırnaq içində deyək dostdur ki, depressiya bizə yardım edir əslində. Çünki bir çox insan qəbul eləmir bunu, bir çox xəstələr bunu qəbul eləmək istəmirlər ki, depressiya dost ola bilməz, amma əslində depressiyanın bizdən istədikləri əslində yaxşı bir dostun bizdən istəyə biləcəkləridir. Mən bu fikri səsləndirəndə bir çox xəstələr mənimlə mübahisə aparırlar ki, necə ola bilər ki, depressiya dost olsun, amma mən onlara izah edəndə ki, nəyə görə belə düşünürəm, əslində mənə çoxları haqq verir və depressiya əslində həqiqətən bir dostdur. Bu dost elə bir dostdur ki, əslində ağır söyləyən, çox düzləri bizim üzümüzə vuran, bizim səhvlərimizi üzə vuran və bizdən daha çox düşünən dostdur. Çünki depressiya görür ki, əslində bizim həyatımızdakı bir çox şeylər yolunda getmir. Və yaxud da biz yox deyə bilmirik, biz çətinlik çəkirik yox deməkdə və yaxud da biz sərhədlərimizi qoymaqda çətinlik çəkirik. Biz bizim sevmədiyimiz şeyləri eləmək məcburiyyətində qalırıq və yaxud da bizə zərər verən şeyləri düşünməyə və yaxud da bizə zərər verən davranışları təkrar etməyə başlamışıq və yaxud da edirik. Və yaxud da depressiya görür ki, biz uşaqlıqda yaşadığımız hər hansısa çətinliklərin yaratdığı davranışları və yaxud da verdiyi düşüncələri hələ də davam elətdiririk və bu zaman depressiya artıq həyəcan təbili çalır və bizi stoplamaq məcburiyyətində qalır. Əslində bir növ depressiya stopdur. Bədənin və beynin stopu. Çünki bu zaman, depressiya zamanı biz sadəcə hər hansı bir dərmanı atmaqla və yaxud da hər hansı bir ağrı kəsicini atmaqla davam edə bilmirik. Depressiya bizi tamamilə dayandırmağa başlayır və yavaş-yavaş əslində insanlar depressiya zamanı öz iş qabiliyyətlərini itirməyə başlayırlar. Əvvəlki kimi işləyə bilməmək, əvvəlki kimi dost-tanışla danışa bilməmək və yaxud da onlardan uzaqlaşmaq, izolə olmaq, özünü və digərlərini incitməyə başlayır xəstə. Və bu zaman əslində
daha da pisləşməyə başlayır, çünki o əslində belə bir insan deyil. Yəni olduğu kimi deyil, hal-hazırda dəyişik bir formadadır və əslində depressiyanın da bizdən istədiyi budur. Bizi fərqliləşdirmək. Və bəzən səhv formada fərqliləşdirir, amma əslində nəticə olaraq, nəticə etibarilə bizdən istədiyi bizim fərqli bir insana çevrilməyimizdir. Necə fərqli bir insan? İdmanını düzgün vaxtında eləyən və yaxud da sağlamlığının qeydinə qalan, özünü düşünən, öz çıxarlarını düşünən, lazım gəldiyi yerdə yox deyə bilməyi bacaran, sərhədlərini düzgün şəkildə qoya bilən və yaxud lazım gəldikdə hətta digərlərini dırnaq içində incidə biləcək şəxsə çevirmək. Yəni bu incidə biləcək də deyəndə digərlərini ağlatmaq və yaxud da onlara qarşı zorakılıq demək deyil. Bəzən bizim yox deməyimiz, bəzən bizim sərhədlərimizi qoymağımız digərlərini incidə bilər. Mən bu aspektdən yanaşıram. Depressiya bizi bu şəkildə eləməyə çalışır ki, biz fərqliləşək və yaxud da depressiya istəyir ki, biz keçmiş xatirələri, keçmiş problemləri araşdıraq, tapaq və bunlarla bağlı terapiya görək və yaxud da bunlarla bağlı düşüncələrimizi və yaxud da davranışlarımızı dəyişək. Depressiya istəyir ki, biz qalıblaşmış davranışlardan çıxaq, qalıblaşmış düşüncələrdən çıxaq, öz azad düşüncəmizi və yaxud da azad fikirlərimizi səsləndirə bilək. Yəni dediyim kimi, depressiya yaxşı bir dostdur, amma elə bir dostdur ki, bizə əziyyət verir. O bizimlə olduğu zaman. Və bu dostun getməsi üçün, bu dostun bizdən kənarlaşması üçün bizim böyük bir işə başlamağımız lazımdır və bu iş əslində terapiyadır və depressiyanın bizdən istədiyi terapiyadır.